Qədim zamanlarda ərəblər toy mərasimində çörəyin içinə ət büküb qonaqlara paylayırdılar. Əgər qonaqların sayı ət payından çox olsaydı, yaxın dostlarına və ailə hesab etdikləri insanlara boş çörəklər verərdilər. Həmin insanlar isə boş çörək yediklərini biruzə vermədən qəbul edərdilər. Bir dəfə qonaqlardan biri boş çörək aldığını görüb qışqırdı: "Ey filankəs, mənim çörəyimdə ət yoxdur." Ev sahibi isə cavab verdi: "Məni üzürlü hesab et. Mən səhv etmişəm. Səni özümdən və ailəmdən hesab etdiyim üçün." Bugün də belələri var ki, biz onlara güvənirik, özümüz sayırıq, lakin yanılırıq. Boş çörəkləri kimə verəcəyinizi yaxşı düşünün.